Məhbub xanım, mən birinci bu gün belə deyim də, onurğa, bu nəfəs mövzularına toxunmaq istəyirəm. Bizim uşaqlar da sizin yanınıza gəlir. Bəli. Bu həm qız, həm oğlan. Bunlarda mən heç özüm bilmirdim. Hətta sizin müayinə edəndən sonra bilindi ki, bellərində əyriliklər var, Skalyozları müəyyənlər vardı, var. Bəli. kifozları vardı, lardozları var idi Hə. uşaqların. İndi amma məsəl üçün mən uşaqlarda hiss edirəm, hətta evdə gəzəndə belə interes belə dik belə sütundan gəzirlər belə. Mənə qəribə gəlir də onları gəzmək. Həmişə biraz fərqli gəzirlər. Burada bu proseslər necə təsir eləyir onlara ki, insan öz belə deyim də vərdişlərini dəyişir? Sizdə uşaqlarda Fuad bəy, deməli, həm skalyoz var idi, həm kifoz var idi, həm onlarda lardoz var idi. Bizim orada işlədiyimiz hərəkətlər, bizim işlədiyimiz orada nəfəslər uşaqların yaşı az olduğuna görə onlara sürətli şəkildə təsir göstərib. Və bu onların qamətlərinə ilk öncə onların kifozları, siz fikir verdinizsə, ilk öncə onların kifozları da aradan qalxmışdı. Elədir. Hə, kifozları, skalyozları, indi problem qalıb onların lardozlarında. O da hərəkətlər, məsələn, onlar orada qamakla işləyirlər. Sırf uşaqlara aid olan hərəkətlər var. O qamakla işləmələr, deməli, burada sağalma prosesini daha da sürətləndirir. Ona görə onlarda hardasa 10 dərs olmuşdu məncə. Bəli. 10 dərsə onların skalyozları tamamilə getmişdi. Hətta biz Kifozları getmişdi. evə də aldıq bu Bəli, qamağı siz ki, evə də daha qamaq tez aldınız. təsir göstərsin, Bəli. yəni. Həqiqətən belə görürəm effekti, mən özüm də istifadə edirəm də, çox maraqlıdır əslində. Düzgün edirsiniz. Həm də orada nəfəslər, əsas hərəkətləri yerinə yetirəndə mən əsas nəfəslərə fikir verirəm. Mütləq şəkildə bütün hərəkətlər nəfəslərlə bir yerdə olmalıdır. Ona görə ki, nəfəs özü bədəndə bütün hüceyrələri aktivləşdirir, ümumiyyətlə bədəndəki hüceyrələrə qədər həmin nəfəs texnikaları oksigen verir. Həmin hüceyrələr də oksigen alır və hərəkətlər. Hərəkətlər bizə həm fiziki baxımdan, həm emosional baxımdan sağlamlıq gətirir və bizə şəfa verir. Sırf uşaqlar da ona görə də belə sürətli şəkildə uşaqlara təsirini göstərib.